Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Rabbi şrahli sadri ve yessirli emri ve hlul uqdeten min lisani yefkahu qavli amma ba'd. Əziz və möhtərəm qardaşlar, ilk öncə uca Rəbbimiz Allah Subhanahu və Teala'ya həmd sənələr olsun, bizi müvəffəq eləyir, özünün məclisində iştirak etməyə, özünün məclisinə gəlməyə, dinimizi öyrənməyə, Allah məclisində oturmağa, Allahın şərəfli, hörmətli mələkləri ilə bir yerdə olmağa. Əziz qardaşlar, həqiqətən bu böyük bir müvəffəqiyyətdir. İnsan dinini öyrənir, cahilliyi öz üzərindən qaldırır. Nə üçün elm öyrənlik? Cəhaləti üzərimizdən qaldırıb, Allahın dində elm olmaq üçün. Cəhaləti üzərimizdən qaldırıb, öyrəndiyimizə əməl etmək üçün. Yəni, insan öyrənməyəndə, əziz qardaşlar, nə olur? Cahil qalır. Allahın dinindən cahil qalır. Allah barəsində, Peyğəmbəri barəsində, dini barəsində insan cahil qalır. Cahil insan da doğru düzgün ibadət etməsi çox çətin məsələdir. Öyrənən insan cahilliyi qaldırır. Üzərindən cahilliyi qaldırır, öyrəndiyinə əməl eləyir, əziz qardaşlar. Deməli, qardaşlar, biz Əl-Əməl-i Salih kitabını götürürük. Salih əməl kitabını. Bugünkü dərsimizdə müəllif deyir ki, məscidə çıxan kəsə Allahın zəmanət verməsi və mələyin ona bir bayraqla qoşulması haqqında gələn rəvayətlər. Yəni, mələk də ona tabi olur. Onun arxasınca əlində olan bir bayraqla onu ilə bir yerdə məscidə gedir. Yəni ki, mənası budur bu fəslin, əziz qardaşlar. 78-ci rəvayətdə müəllif deyir ki, Əbu Hüreyrə radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdu. 3 nəfər izzət və cəlal sahibi Allahın zəmanətindədir. Yəni, Allahın himayəsi altındadır. O kişi ki, evindən Allahın məscidlərindən bir məscidə çıxır, birinci budur və o kişidir ki, Allah yolunda döyüşə çıxır və həccə çıxan kişi, həcc etmək üçün, heç bir riya olmadan, yəni həcci desinlər deyə yox. Yəni, bunun üzərinə həcc etmək vacibdir. Yəni, hər bir müsəlmana şərtlər tamamlanandan sonra hər bir müsəlmana ömründə bir dəfə həcc etməsi fərzdir, vacibdir. Burada əsas şərt nədir? Əsas. Başqa şərtlər də var. Əsas şərt odur ki, imkan, maddiyyət və sağlamlıq. Qadında da, əziz qardaş, üçüncü odur ki, məhrəmə olmalıdır. Qadın da çalışıb, pul var deyə, sağlamlığın var deyə həccə çıxmasın. Vacib deyil. Çünki Peyğəmbərimiz sallallahu aleyhi ve sellem hədisində buyurur ki, Allah və axirət gününə iman gətirən qadına bir günlük yolu məhrəmsiz səfərə çıxması halal sayılmaz. Gözəl qardaşlar, 79-cu hədisdə müəllif buyurur. Əbu Hüreyrə radiyallahu anhu rəvayət edərək buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Evindən çıxan elə bir kəs yoxdur ki, qapısında 2 bayraq olmasın. Biri mələyin əlində, digəri də şeytanın əlində olur. Əgər Allahın sevdiyi bir şey üçün çıxarsa, mələk bayrağı ilə ona tabi olar və evinə qaydana dək mələyin bayrağı altında olar. Əgər Allahın qəzəbləndiyi bir şey üçün çıxarsa, şeytan bayrağı ilə ona tabi olar, evinə qaydana qədər şeytanın bayrağı altında olar. Növbəti rəvayətdə, əziz qardaşlar, 80-ci rəvayətdə müəllif buyurur ki, Meytəmdən rəvayət olunur ki, Peyğəmbər sallallahu aleyhi ve səlləmin sahabələrindən bir kişi belə rəvayət eləyir Peyğəmbər sallallahu aleyhi ve səlləmdən. Deyir, mənə gəlib çatan odur ki, mələk bayrağı ilə məscidə gedən
kəslə bircə səhər yola çıxır və evinə qayıdıb ora daxil olana qədər bayraq onunla bircə qalır. Yəni bir insan evindən çıxır, məscidə gedir, mələklə o mələk də onunla bir yerdə onun yanında gedir. Məscidə gedir və hətta əziz qardaşlar evinə qayıdana kimi. Şeytan isə bayrağı ilə bazara ilk gedən kəslə bircə səhər yola çıxır və evinə qayıdıb ora daxil olana qədər bayraq onunla bircə qalır. Yəni bir insan da gününü nə ilə başlayır? İnsan gününü nə ilə başlamalıdır əziz qardaşlar? İbadətlə. Fikir versək görərik ki, əziz qardaşlar, bayram günləri belə, müsəlmanın 2 bayramı var da, Qurban bayramı, Ramazan bayramı. Həmən günü sevinç, fərəh günüdür. Həmən günü insan nə ilə başlayır? Günün əvvəlini, namazla. Yəni bir bayram ki, namazı yoxdursa da bayram sayılmır. Yəni bir insan o günü ki, ibadətlə, itayətlə açmırsa da, o bayram sayıla bilməz. Eləcənə də bir insan səhər tezdəndən ilk işi olmalıdır ki, Allahın məscidlərindən bir məscidə getsin, namaz qılsın. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələrinin də, bir çox sahabələrin də əziz qardaşlar, adəti bu idi. Hansı ki, Tirmizdə gələn rəvayət var ki, sahabə deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədisinə riayət eləyərək zənginlərdən oldum. Hansı ki, deyir ki, mən Mədinədə ən kasıblardan idim, deyir. Peyğəmbər sallallahu aleyhi və səlləm hədisində buyurur ki, Tirmizdə gələn hədisdə, burikə ümməti li bukurihə, ümmətim səhər çağına görə bərəkətləndirildi, bərəkət tapar. Deyir ki, mən səhər ilk işim olardı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məscidində gəlib namaz qılardım. Sonra gün çıxana kimi oturub gözləyərdim, sonra isə yəni məsciddə qalardı, namazını qılardı, məsciddə qalardı, sonra bazara üst tutardım. Deyir, çox qısa bir müddətdən sonra Peyğəmbərimizin sallallahu aleyhi ve sellem'in xəbər verdiyi həmən o vaxtın bərəkətini əldə etdim, deyir. Deyir, karvanın Mədiniyə daxil olanda, bu başından baxanda arxasının qutaracağını görməzdim, deyir. Yəni o qədər uzunluqdaydı ki, yəni ki, qutardığı yer görünməz, elə baxardın ki, elə gəlir. Yəni ən axırıncı nöqtəyə baxanda da orada da yəni bunun kərvanının davam etdiyini görərdin. Peyğəmbər sallallahu aleyhi ve səlləmin əziz qardaşlar bu hədisinə riayət etməsi gününü ibadətlə başlayır. Allahla görüşlə keçirdir. Və sonra bazara üst tutur. Və bazara da nə vaxt gedir? Səhər tezdəndən. Ruzisinə, çünki həmən vaxtı xeyir bərəkət vaxtıdır. Həmən vaxtı ruzi paylanır. Həmən vaxtı insanın elm öyrənməsi, Quran əzbərləməsi, ruzi dalından çıxması ən yaxşı vaxtdır. Bəli. Hətta Hakimin Mustadrak kitabında rəvayət var ki, İbn Abbas radiyallahu anhuma bir gün məsciddən evinə qayıdır, gəlir görür ki, oğlu yatıbdır. Yəni sübh namazından sonra hələ namazın vaxtı günəş çıxmayıb. Yəni namazı qılıb yatıb da, yəni. Gəlir ayağınla vurur, deyir ki, qalx, deyir ki, namazı qılmışam. Deyir ki, sən deyir ruzilərin paylandığı vaxtı yatırsan, deyir. Ruzinin paylanan vaxtı sən nə eləyirsən, deyir, yatırsan, deyir. Yəni həmən vaxtı əziz qardaşlar ən bərəkətli vaxtdır. Növbəti fəsildə müəllif deyir ki, məscidlərə çoxlu addım atmağın fəziləti. 81-ci rəvayətdə buyurulur ki, Uqba ibn Amir radiyallahu anhu rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurdu. Əgər kişi dəstəmaz alar, sonra məscidə yalnız namaz qılmaq üçün gələrsə, 2 mələyi ona məscidə atdığı hər addıma görə 10 savab yazar, 10 həsənət yazar. Hədisi İbn Hibban rəvayət eləyibdir. Hədisə Şeyx Albani Şuayb Arnavut səhih demişdir. Hətta Şuayb Arnavut deyir ki, bu hədis İmam Müslimin, səhih əsər yazan İmam Müslimin şərtinə uyğundur. Biz həmişədən bildiyimizə görə bir savab bilirdik. Amma bu hədisə görə səhih hədisdir, Müslimin qoyduğu səhih hədis şərtinə görə uyğundur.
Yəni 10 savab yazılır. Hər bir addıma 10 savabdır. Yəni 100 addım atıbsansa neçə eləyir? 1000 savab qazanırsan. 82-ci rivayətdə müəllif deyir ki, Abdullah ibn Amr radiyallahu anhuma rivayət edir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə buyurdu. Kim məscidə cəmaət namazı qılmaq üçün gedərsə, atdığı bir addımı günah silər, digər addımına da ona savab yazılar. Bu, getdikdə də və qayıtdıqda da olar. Gedəndə də, əziz qardaşlar, qayıdıb evə gələndə də həmçinin. Hədisi həmçinin, bunu da İbn Hibban rivayət etmişdir. Bu da məscidə getməyin, həm piyada getməyin, həmçində çoxlu addım atmağın fəzilətinə dəlalət eləyir. 83-cü rivayətdə müəllif deyir ki, Əbu Musa radiyallahu anhu rivayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. İnsanlar içərisində ən böyük əcr qazananı odur ki, namazda. Uzaqdan, çox uzaqdan piyada gələnidir. Hansı ki, deyir, namazı gözləyən, imamla namazı qılan daha böyük savab qazanır namazı qılıb yatandan. Onun əcri yatandan daha üstündür. Çünki məsciddə oturub insanın digər namazı gözləməsi nə sayılır? Namazın içində insan sayılır. Yəni insan bacarırsa, xüsusən də məğrib işarəsi vaxt qısa olur. Yəni insan namazı qılır və digər namazı gözləyirsə ki, imamla namazı qılsın, getmir və yaxud da yatmır, onun savabı daha böyükdür, daha əzəmətlidir. Hansı ki, əziz qardaşlar, namazı gözləyir. Və insan namazdan sonra başqa bir namazı gözləməsi də o namazın içində hesab olunur. Yəni, bir iki namaz qılmış kimi sayılır. Necə ki, insan sübh namazını cəmaatla qılanda biz bilirik ki, nə olur? Bütün gecəni namazda keçirmiş kimi olur. İşa namazını cəmaatla qılanda gecənin yarısını, təravih namazını insan imamla başlayıb, imamla tamamlayarsa, bütün hamısını, gecənin hamısını namazda keçirmiş kimi olur. Bu da eləcə nədir? İnsan namaz qılmır, oturur, Allah'a zikr eləyir, Quran oxuyur, məsciddə səs-küy salmır, dünyanı söhbət etmir. Məsciddə dünyanı söhbət etmək olmaz, qadağan gəlibdir. O insan, yəni dünyanı söhbət eləyərsə, insanlara, namaz qılanlara, Quran oxuyanlara mane olursa da artıq o namazda sayılmır. Yəni ondansa da insanlara mane olacaqsa, narahatçılıq törədəcəksə, dünyanı söhbət eləyəcəksə də məsciddə oturmaması elə daha yaxşıdır ki, çıxsın, ona günaha qazanmasın, çıxsın çölə çıxsın. Yəni çöldə dursun, ya başqa yerə geçsin. 84-cü rivayətdə əziz qardaşlar deyir ki, an Əbi Hüreyrə radiyallahu anhu anin Nəbiyyi sallallahu aleyhi və səlləm qal əl-əb'adu fəl-əb'adu minəl məscidi əzamu əcran. Məsciddən çox uzaqda olan ən əzəmətli əcr sahibidir. Yəni məsciddən daha çox uzaqda olan əcr baxımından daha çox qazanır. Çünki məsciddə uzaq olan şəxs, əziz qardaşlar, məscidə gələndə uzaqdan gəlir. Həm buna insana himmə lazımdır. Həmçinin çoxlu addım atır. Amma yaxında olan insan rahatdır, asandır. Deyir, buradan bura gedib namazı qılıb gələcəm. Həm addıma azdır, əziz qardaşlar, həmçinin də nəfsə də ağır gəlmir. Amma uzaqda olan insan isə, yəni bəzən səhlənkarlıq, tənbəllik basır insanı, amma yəni bu tənbəlliyi qırağa qoysa, bilsə ki, bunun əcri o yaxında olandan daha çoxdur, buna tənbəllik etməz. Uzaqda olmasına baxmayaraq, bilər ki, o məscidin yanında qalanına bu daha çox savab qazanır və durub məscidə gedər. Durub məscidə gedər və ondan da çox savab qazanır. Çünki uzaqdadır. Səhsən 5-ci rivayətdə deyir ki, an Ali ibn Əbi Talib radiyallahu anhu qalə Rasulullah sallallahu aleyhi və səlləm isbəğul vudu aləl məkərih və i'malul əqdami iləl məsəcid və intizarus salah ba'da salah yəğsilu xataya qaslən. Ali ibn Əbi Talib radiyallahu anhu rivayət edir ki, Allah Rasulü sallallahu aleyhi və səlləm belə buyurmuşdu. Çətinliklərə rəğmən dəstəmazı mükəmməl alan
məscidlərə doğru çoxlu addım atan, namazdan sonra başqa bir namazı gözləmək günahları tərtəmiz yuyub aparır. Yəni, günah qoymur. Yağsilu xataya qaslən, yəni tərtəmiz yuyur. Hansı əməllər əziz qardaşlar? Çətinliklərə rəğmən. Yəni, insan soyuq sudan əziyyət görür. Qışda soyuq sudur. Və yayda da istidir, isti su. Buna baxmayaraq insan, söhbət sağlam adamdan gedir, xəstədən söhbət getmir. Yəni, buna baxmayaraq insan dəstəmazını alır, dəstəmaz alır. Və məsciddə çoxlu addım atır. Və həmçində namazdan sonra digər namazı gözləyirsə, günahları əziz qardaşlar, tərtəmizi yuyub aparır. Bunu, yəni üçü də bir yerdə olması şərt deyil. Yəni üçündən birini etsə də belə insan, üçündən birini etsə də günahlarını yuyub aparır. Yəni birincinin özü belə çətindir, məşəqqətdir ki, insan çətinliyə baxmayaraq, yəni dəstəmazını alırsa, soyuğa görə, suyun soyuq olmasına və yaxud da havanın soyuq olmasına görə dəstəmazını alır və dəstəmazını da mükəmməl, tam formada yerinə yetirirsə, günahları tərtəmiz təmizlənir. Və həmçinin də insan uzaq yerdən məscidə gəlir. Uzaq yerdən məscidə gəlirsə, o yaxın yerə gələndən daha çox savab qazanır. Əcri daha böyükdür. Və günahları da tərtəmiz yuyulub gedir. Və namazdan sonra namazı gözləyən də həmçinin günahları tərtəmiz yuyulur və əcri daha böyükdür. O namazı qılıb gedəndən də, namazı qılıb yatandan da. Səhsən 6-cı rəvayətdə əziz qardaşlar deyir ki, an Əbi Hüreyrətə radiyallahu anhu ənə Rasulullah sallallahu aleyhi və səlləm qal Ələ uxbirukum bimə yəmhullahu bihil xataya və yərfəu bihid dərəcət isbəğul vudu aləl məkari isbəğul vudu aləl məkari və kəthratul xuta iləl məsəcid və intizarus salati ba'das salah fəzəlikumur ridbat, fəzəlikumur ribat, fəzəlikumur ribat. Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurdu. Sizə xəbər verimmi? Allah onunla günahları silir. Elə bir əməldən xəbər verimmi ki, Allah onunla günahları silir. O əməllərlə. Deyir ki, və yərfəu bihi dərəcət və onunla dərəcələri qaldırır. Yəni o əməl Peyğəmbərimiz sallallahu əleyhi və səlləm demək istəyir ki, sizə xəbər verimmi ki, o əməl barəsində, hansı ki o əməllə günahları Allah silir və o əməllərlə dərəcələri insanın qalxır. Buyurur ki, çətinliyə rəğmən dəstəmazı mükəmməl almaq, tam formada almaq. Yəni ki, hava soyuq olmasından və yaxud da ki, su soyuq olmasından və yaxud suyun çox isti olmasına baxmayaraq insan dəstəmazını tam, kamil formada, mükəmməl formada dəstəmazını alırsa, bununla günahları bağışlanır. Allah bu əməlinə görə onun günahını bağışlayır, həmçinin dərəcəsini qaldırır. Və deyir ki, məscidə doğru çoxlu addım atmaq. Bununla Allah onun günahlarını bağışlayır və nə eləyir? Dərəcələrini qaldırır. Və deyir ki, namazdan sonra digər namazı gözləmək. Namazdan sonra və Peyğəmbər sallallahu aleyhi ve sellem hədisin sonunda buyurur ki, bunlar keşiyində durulası əməllərdir. 3 dəfə təkrarlayır. Bunlar keşiyində durulası, yəni qorunub saxlanması əməllərdir. Bunlar keşiyində durulub, qorunub saxlanılması əməllərdir. Bunlar keşiyində durulub, qorunub saxlanılması əməllərdir. 3 dəfə təkrarlayır. Yəni deməli, bu əməlin mühümlüliyini bildirir, əziz qardaşlar. Bu əməllərin əzəmətli olmağını,
bildirir və həmçində istəyir ki, ümməti buna diqqət yetirsin. Hansı ki, bu əməllər keşiyində durulası, qorunub saxlanılması bir əməldir. Hansı əməllərdir? Məscidə çoxlu, yəni ki, uzaqdan olmasına baxmayaraq insanın piyada getməsi. Birinci nə idi? Çətinliklərə rəğmən dəstəmazı tam, mükəmməl formada almaq, məscidə doğru çoxlu addımlar atmaq, namazdan sonra digər namazı gözləmək, yəni fərz namazından söhbət gedir. Fərz namazından sonra hər hansı başqa bir fərz namazına. Fərqi yoxdur. Yəni, sadəcə o məğrib işan nəyə görə misal çəkirik? Çox vaxt yaxın olduğuna görə, ona görə, yəni ki, onu misal çəkirik. Çox vaxtı başqa namazlarda, günüz vaxtı olduğuna görə, insanlar işdə, gücdə olur, orada, burada olduğuna görə, yəni məcbur deyil, vacib deyilsən, oturub məsciddə gözləyəsən. Amma yəni insan oturub gözləyirsə, yəni ki, o əməli Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, keşində durulası, qorunub saxlası əməllərdir. Və insanın günahları bağışlanır, günahları tərtəmiz yuyulur onunla və dərəcələri qalxır, əziz qardaşlar. Bununla kifayətlənək. Allah Taala'dan istəyirəm, Allah Taala bizi eşli faydalardan etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizi öz dinində fəqihlərdən, dərin bilgi sahiblərindən etsin. Allah Taala'dan istəyirəm, Allah Taala bizim bütün günahlarımızı bağışlasın, bizi əfv etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi daimi harada olursa Allah qorusun, hifz etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala yaşadığımız yerdə əhl-i sünnə cəmaatını daimi izzətli, hörmətli, başuca, güclü, qüvvətli etsin. Onun düşmənlərini də rəzil, rüsvay, özü bildiyi kimi etsin. Allah Taala'dan istəyirəm ki, Allah Taala bizi burada yığıb cəm etdiyi kimi uca cənnətdə sevimli Peyğəmbər Muhammed sallallahu aleyhi ve sellem yanında bizi yığsın, cəm eləsin, toplasın. Daha doğrusunu Allah bilir. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcməin. Subhanakallahumma bihamdik. Əşhədu en la ilahe illə ent, əstəğfiruka və ətubu ileyh.